Salamlar, vaxtınız xeyir olsun. Mən Adgözəl Akşin, insan psixologiyası metodisti. Bugünkü mövzumuz ondan ibarət olacaq ki, bu hal-hazırda ölkədə geniş bir illət yaxud xəstəlik kimi yayılan qumar xəstəliyinin dərinlikləri və bunların bəzi sosial platformalarda müxtəlif adlarla təbliğ olunması. 99%-iniz bunların adlarını bilirsiniz. Kazinodur, pinapdır, motsbetdir, yəni ümumi bir növ viral formada olan, yayılan qumar, belə deyək, biznes yaxud oyun platformalarıdır. Və bunların hər birini, belə deyim sizə, pisdən pis olmasını yaxud insana daha çox, belə loru dillə desək, məsələn, oynayırsan sən, zibilə salır səni, belə qeyri-etik olsa da acı reallıqdır. Və bu sən xəstəlikdən qurtula bilmirsən, davamlı olaraq əlinə 5, 10, 15-nə keçir bunu oynayırsan və itirirsən. Normal olaraq, yəni ağıllı insan təbii ki, ilk başda buna girmir. Yəni ağılsızlar girib oynayır və nəticədə itirir. Amma bir dənə bir qaçdıqları bir kiçik bir məqam var ki, verdiyi hər hansı bir növ məbləği irəli zamanda artımını verir. Sonra birdən artımından sən elə azalır ki, sıfıra salır. Yəni buna sıfırlanma metodikası deyilir. Məsələn, 5, 10, 10, 50, 50, 100, 100, 0. Götürdünsə çıxmalısan. Yox, əgər şirinlikəsənsə, itirəcəksən, yenə girəsən, yenə itirəcəksən. Birinci əvvəla bunu oynamayın. Oynayırsa təbii ki, bu xəstəlik sizə bir ömür davam edəcək. Hətta siqaret, narkotik deyim sizə, pox yeri bunun yanında. Hətta qələt edir. Və nəticə etibarindən gənclərin arasında yayılmasının və rəsmi qaydada göstərişinin ən bariz nümunəsi, hansı ki, yol mərkəzləri, ticarət yaşələrinin daxilində olan adi satılan poz qazan, bunların bir parçasıdır. Yaşlı qadın, kiçik uşağı, ağsaqqal bilmir, ağ birçək bilmir, eləsinə ağsaqqal deyilir. Çünki aparıb maddi ehtiyatını elə yerə xərcləyirsə, bu da qumardır. Və istəyir evin bir övladı olsun, aparıb çörək pulunu elə yerə qoyursa, şərəfsizdir. Çünki nəticə etibarindən ailəsi buna etibar edib bu pulu verirsə, sui istifadə çox qeyri-etik olsa acı reallıqda, alçaqlıqdan o yana deyil. Və adətən hal-hazırda əksəriyyəti universitet tələbələrinin %45, 50, hətta 60% civarında belə bir forma da var. Oğlanlar qalıb bir yanda, qızlar utanmadan, qrupun demək olar 25 oğlanlı qızlı uşaq varsa, bunun ən azı 10 qız varsa 8-i pinap oynayır. Bu dərəcədə mi başınız xarab olub sizin? Bu nə deməkdir? Və nəticə etibarindən hər kəs daimi olaraq elə bilir ki, qazanacaq, xeyr, itirəcəksən. Çalışın bu tipli xəstəlikdən uzaq durun, bir dəfə qurşandısa ardı gəlir. Seanslarımız əyani və onlayn şəkildə həyata keçirilir. Hal-hazırda qoşulmaq istəyənlər şəxsi mesaj bölməsində məlumat verə bilərlər.